Size bugün Python'dan bir sual izah edeceğim. Şişe foru. Burada ne? Asyası verili. Asyası verili 35, 42, 25, 17, 69 ve beraberli 0. For x in A ne demektir? Yani A'nın içine bakın. Burada nedir? 35'li, 42'li bir gezip görecek. Bir gezir. For x in A range yoktursa bir girir gezir. En beraberli x faiz bölünsün o. En beraberli x hamısı bölünsün o. Bu ne demektir? Burada faiz on yani birinci gelecek A'nı götürecek. A'ya ne daxildir? 35. Birinci 35'i götürecek. Yani burada 35'te ne iş görecek? Ona bölecek. Sonuncunu götürecek yani qalını. Ona bölecek. Birinci rəqəmi götürecek. 3'ü. Aydındır. Sonra gelir n. Aydındır mı? Deyək ki n bərabərdir n'ə. Yəni burada bizim m'in qiyməti n'ə bərabər olacaq. N də nədir? 3. N'in qiyməti bərabər olacaq m'ə. M'in qiyməti nədir? 5. Sonra deyir ki p bərabərdir STR m. STR m də nədir? Yəni STR string tiplidir. Onu sətrə çevirir. Sətrə çevirəndən sonra yəni dırnaqda yazacaq. Həmçinin bu n'yi də dırnaqda yazacaq. Yəni 5'i. Sonra gəlir. Bunları isə neyini? Üstəgəl nədir? Bir yan-yana yazır, toplamır. Çünki stringləri toplaya bilmərik. Yəni burada artıq oldu nə? 3, 5, yəni 35. Sonra nədir? For i in p içinə daxil ol. Bu yəni nədir? Bu 3, 5'i, 35'i bir götürecek. 3'ü götürecek ayrı, 5'i götürecek ayrı. Gelecek burada. B üstəgəl beraber yazdık. Bunun açılışı bu şəkildədir ki, B beraberdir. B üstəgələ int i. Yani int i, bu P'nin i beraber olacak 3'e, i beraber olacak 5'e. Geldik, bir götürecek. Yani 3 üstəgəl, bu bir dəfə B bərabərdir. B'nin qiyməti nədir? 0. 0 üstə gələk 3. Sonra gələcək B'nin sonuncu qiyməti 3 oldu. Sonra 5'i götürəcək. 5'in üstədə 3 nə? 8. Yəni B'nin sonuncu qiyməti nəyə bərabər oldu? 8'e. İndi bunu həll etdik. Blok oldu, getdi. Gəldik 42'ye. Təzə yenə 42'də. Baxın, bir yazıb göstərirəm ki, izah edirəm. Çünki izah yəni vaxt apara bilər, başa düşməyiniz üçün. Gəldik 42. 42'də də eyni. Burada sonuncu 2 olacaq. Çünki 10% bölünsün oldu. İlk isə 4 olacaq. Yəni ilk rəqəm 4 olacaq. Yenə burada n bərabərdir n'ə, yəni 4'ə. N bərabərdir m'ə, m'in qiyməti nədir? 2'yə. Yəni bunları da yanaşı yazanda olacaq nə? 42. Aydındır? 42. For in P daxil olur, yenə bir götürür, yenə bunlar neyini? Cəmiyi. B'nin sonuncu qiyməti nə idi? B'nin sonuncu qiyməti 8. 8 üstə 4 gələcək. 12. 12 üstə gələk. 12 aldı. Sonra nədir? 2'ni götürəcək. 12 üstə də 2, 14. Artıq burada B'nin qiyməti 8 olmur. Neçə olur? 14 olur. Bunları da sildik. Bu da blok oldu, getdi. Geldi 25'e. Burada da sonuncu rəqəm 5, 2. Burada da n bərabərliyinə, yəni 2'yə. N bərabərliyinə 5'ə. Bunları yine yanaşı düzülür. 25. 25. Düzdürmü? Təzə yenə for in P'ye daxil oluruq. Bir götürür. Sonuncu qiyməti 14. 14'ün üstə 2, 16. 16'ın üstə də 5, 21. Yani bunun sonuncu qiyməti nə oldu? 21 almış oldu. Sonra bu da blok oldu. Gəldik 17'ye. Axır nəticədə nə iş gördüyünü qısa şəkildə deyəcəm. Amma izah mütləqdir. 17. Gəldik yenə burada. Sonuncu rəqəm 7. İlk rəqəm 1. Burada da n bərabərdir n'ə 1'ə. N bərabərdir m'ə 7'yə. Burada da STR yenə yanaşı yazır. 17'ni almış oldu. Burada da sonuncu rəqəm nədir? Yenə burada for i in p, yəni p'də də 17 aldı.
bir gəzib sətirdir, bir gəzəcək. İndi bir tam ədədə çevirir. 21'de 21'in üstə də 1 gələcəm, 22. 22'nin üstə də 7 gələndə 29. Bunun sonuncu qiymətini nə aldıq? 29. Bunlar getdi, bu getdi, bu getdi. Aydındır, bu blok oldu. Gəldi 69. Sonuncu 69'da nədir? Yenə burada sonuncu 9, 6. Nə bərabərdir? 6'ya, 9'a. 69 yanaşı yazdı. P 29'dur. 29'un üstə 6 gələndə 35. 35'in üstə də 9 gələndə 44. 44'ümüzü almış olduq. Nəticə olaraq da cavabımız 44. İndi burada nə iş gördük? Deməli, rəqəmləri götürür ayrı. Aydındırmı? Ayrı. Və burada neyniyir? M bərabərdir N-ə. Heç nə, sadəcə olaraq yerin dəyişir ki, əvvəlki birinci 9 almış axı. Əvvəlki belə deyim ki, ədədi alması üçün. Ona görə M bərabərdir N-ə, M bərabərdir N-ə. Təzdən yenə 69'u götürür. Yenə təzdən bunları intə çevirib, hər belə deyim ki, ədədi intə çevirib, rəqəmləri cəmlik sonuncu nə alıbsa, məsələn 8, aydındırmı? Biz necə 8 aldıq, sonra bu 4 ilə 2'ni götürdü, 4'ü də 8'in üzərinə neynədi? Bunların cəmin gəldi. Yəni demək olar ki, bu kodda hər bir ədəd rəqəmləri neyniyir? Cəmliyir, sonuncuları üzərinə gəlir və nəticə olaraq da cavabımız 44. Bu qədər.